Deyirlər ki, biznes üçün həm anbar, həm kassa, həm onlayn mağaza, yəni sayt qurmaq üçün günlərlə vaxt, minlərlə manat pul lazımdır. Gəlin sizə bunun cəmi 1 dəqiqə çəkdiyini göstərim. Bəli, cəmi 1 dəqiqə çəkir. İlk öncə Koaza, oradan isə yuxarı hissədəki qeydiyyat səhifəsinə daxil oluruq. Açılan səhifədə biznesimizin haqqında bir neçə məlumat daxil edirik. Məsələn, mən Avra Butik yazıram. Şirkət adı hissəsinə bir şirkətimiz varsa, misal üçün Avra Butik MMC varsa daxil edirik, yoxdursa bu hissəni boş saxlaya bilərik. Daha sonra biznes ünvanımızı daxil edirik. Biznes ünvanı, yəni bizim saytımızın adıdır. Mən yenə də Avra Butik yazacağam. Bəli, burada bu adı istifadə edə biləcəyimiz artıq təsdiqləndi. Yəni bizdən əvvəl Avra Butik adında biznes qeyd olmayıb. Burada artıq mənim saytımın adında görürəm. Bu mənim saytım olacaq. Təbii ki, qeydiyyat tamamlandıqda. Daha sonra şəxsi məlumatlarımı daxil edirəm. Ad və soyadım, daha sonra mail adresim. Bura isə istifadəçi adımı yazıram. Boş qoysam əgər e-mail adresdən avtomatik doldurulacaq. Mən Cəlal yazıram. Bu mənim panelə daxil olarkən istifadə edəcəyim istifadəçi adım, yəni username olacaq. Burada telefon nömrəmi daxil edirəm. Daha sonra isə şifrəmi yazıram. Şifrəm 1, 2, 3, 4, 5, 6, 7, 8. Təbii ki, bu şifrəni test üçün qoyuram. Siz daha qəliz şifrə təyin eləməlisiniz. Daha sonra isə sonda müqaviləni və qaydaları oxudum və qəbul edirəm hissəsini seçirik. Bu hissədən müqavilə və qaydaları oxuya bilərsiniz. Sonda isə tamamla butonuna basıram. Budur, artıq qeydiyyatımız tamamlandı. Artıq bizim həm məhsullarımızı daxil edəcək anbarımız, həm satış edə biləcəyimiz kassa proqramımız, həm də saytımız aktivdir. Burada saytımızın linkini görürük. İstəsək saytımıza keçid edə bilərik. Burada isə admin panelə, yəni biznesimizi idarə edəcəyimiz hissəyə daxil oluruq. Bəli, artıq panelimiz də açıldı, paneli görürük. Vaxtınız qızıldır. Dəftər qələmlə, Excel-lə özünüzü yormayın. Elə indi Koaza gedin, bir dəqiqədə öz onlayn biznesinizi qurun. Tam pulsuz test edib özünüz nə qədər asan olduğunu görə bilərsiniz. Uğurlar.